Dünən Səidə Bəkir qızının canlı efirdə halı pisləşib. İndi baxıram ki, sosial mediada bəziləri üçün əyləncə olub, sevinirlər, sevincək olub, çirkin-çirkin rəylər yazırlar. Heç siz xəstələnməyibsiz, heç həkimə getməyibsiz. Səidə sizə neyniyib? Cibinizə mi girib, pulunuzu mu oğurlayıb, efirdən əxlaqsızlığımı təbliğ edir, cinsi azlıqlarımı dəstəkləyir. Necə belə sevinə bilirsiniz kiminsə çətinliyinə? Halı pisləşib, hamımızda olurmu? Olur. İnşallah yenə işinin başında olacaq. Yəni, mübarizə aparanda da, düşmənlik edəndə də bir baxın kiminlə düşmənlik edirsiniz. Səidə tapşırıqsız, nə bilim, o bəzi əyri-üyrü yollar olmadan öz karyerasını qurmuş bir jurnalist. Heç kəs deyə bilməz ki, Səidə 1 manat rüşvət verib. Səidə çoxlarının demək istəyib deyə bilmədiyi həqiqətləri deyə biləcək jurnalisti. Cəsarətlidir. Hər şey bir yana, hər şey bir yana. Heç kəs heç kəsin pis vəziyyətinə sevinməməlidir. Bunun sadəcə bir adı var. Adamlıq.